Dostlar, salam aleykum. Bir dənə də məlumat verici bir video çəkəcəm. Yaxınca yavaş-yavaş. Deməli dostlar, biz bu işlə məşğuluq. Həm yay, həm qış və 13-cü ildən xəncər hazırlayırıq və özümüz satırıq. Məhsul özümüzə aiddir. İçinin, ətinin hazırlanması, alınması, bükülməsi, saxlanılması, bişirilməsi hamısı öz məkanımızda olur. Yəni biz bunu polfabrikat şəklində, necə ki çoxları eləyir, sexlərdən almırıq. 45 qəpiyə alıb da 80 qəpiyə, 70 qəpiyə, nə bilim, hər bir üzü qiymətə satmırıq. Öz məhsulumuzdur. Tərkibi də bilirik nədir? Yəni xalis dana ətidir, yerli danaların ətidir. Ukrayna, nə bilim, Braziliya, oradan buradan gələn ətlərdən deyil. Sırf yerli, beyləqan, ağcabədi. Bismillah. Keyfiyyətdən cavabdayım qardaşım. Kölgəvi çəkməlisin. Kölgəvi çəkmə, o tərəfdən çək. Durduğun yerdən. Keyfiyyətdən cavabdayım qardaşım. Gəl dadına bax, məndə qiyməti 1 manatdır. Həm Sumqayıtda, həm Bakıda qiymət eynidir. 1 manatdan satılır dənəsi. Gəl dadına, keyfiyyətinə bax. Bəyənməsən pulunu verməcəklə. Ehtiyac yoxdur. Qonağımız olarsan. Salam aleykum.